demək biz əsas üsyanlar dalğasını geridə qoymuş oluruq. Amma Azərbaycanın şimal-qərb bölgəsində yenidən üsyan baş verir, söhbət Şəkidən gedir. Sonuncu mərhələdə biz Şəki üsyanı və dövlətin süqutundan danışırıq. Şəkidə baş verən üsyana rəhbərlik edirdi Hacı Çələbi, onu qeyd edə bilərik. Və bu üsyan başlamışdı 1743-cü ildə. Ümumiyyətlə, üsyana səbəb orada nə idi? Səbəb Məlik Nəcəfin qəddarlığı. Məlik Nəcəf kimdir? Məlik Nəcəf mövcud əraziyə Nadir Şah tərəfindən rəhbər təyin edilmişdir. Amma əhalinin Nadir Şaha ərizə yazması, Məlik Nəcəfdən şikayət etməsi nəticəsində mövcud əraziyə, yəni Şəki ərazisinə rəhbər təyin olunur sonraki mərhələdə Hacı Çələbi. Hacı Çələbi idarə etməni nə keçirir? Diplomatik olaraq kifayət qədər uğurlu bir şəxs hesab olunur Azərbaycan tarixində və Məlik Nəcəfə qarşı təbii ki, mübarizə aparır və bu dəfə Məlik Nəcəf Hacı Çələbidən Nadir Şahı şikayət edir. Hətta məşhur bir hadisə var, Nadir Şah onu Çələbini demək, öz hüzuruna çağırır, Dərbənd yaxınlığında görüşürlər onlar birlikdə, Məlik Nəcəflə birlikdə və Nadir Şaha Məlik Nəcəfin doğru olmadığını, onun Şəkidə özbaşınalıq etdiyini bir növ sübut edə bilir və yaxud çox cəsarətli davranır onun qarşısında. Hətta Nadir Şah özü də bu barədə bildirmişdir. Nadir Şah Hacı Çələbini bir növ bağışladı, yenidən Şəki vilayətində rəhbər təyin edir, hətta onun vəzifəsini də artırır, bu formada qeyd edə bilərik. Şəkiyə gəldikdən sonra Məlik Nəcəfi sıxışdırmağa başladı Hacı Çələbi və Məlik Nəcəf yenidən Nadir Şaha müraciət edir. Nadir Şah yenidən Hacı Çələbini öz hüzuruna çağırır, bu dəfə Hacı Çələbi onun hüzuruna getmir. Bilir ki, getsə artıq edam olunacaq və qaçış, necə deyirlər, mümkün olmayacaq. Yəni, gəlmişəm bir arşivə çıxın burada, Dərbənd, Can ərazisi, Qarabağ və eyni zamanda İrəvanda da üsyanlar baş vermişdi 40-cı illərdə, 1740-cı illərdə bu formada qeyd edə bilərik. Digər bir tərəfdən məşhur Gələsən Görəsən qalasına sığınır Hacı Çələbi və Nadir Şahın Şəkiyə hücum etməsi məsələsinin real olduğunu gördükdən sonra 1746-cı ildə Nadir Şahın hakimiyyətini tanıdı. Amma Şəkidə vəkil vəzifəsində qalmaq şərt ilə. Yəni, Şəkidə olan səlahiyyətinə Nadir Şah toxunmur, amma Nadir Şahın hakimiyyətini tanıyır və ona qarşı üsyanları sona çatdırmış olur. Bu formada qeyd edə bilərik. Əslində, Şəki ərazisində ilk müstəqil xanlıq deyə bilərik biz, 1743-cü ildə. Tamamilə müstəqil olmasa da tam idarə etməsi isə Nadir Şahın ölümündən sonra təbii ki, baş verəcək. Bu üsyanlar nəticəsində Nadir Şah dövləti ciddi təzyiqlərə əlbəttə ki, məruz qalır. Amma ən önəmli məsələ, ümumiyyətlə mən düşünürəm, Azərbaycan tarixinin bəlkə də ən həlledici məqamıdır, negativ anlamda və yaxud kədərli bir anlamda. Çünki 1747-ci ildə 19 iyulda Nadir Şah sui-qəsdə məruz qalır və Nadirin sui-qəsdə məruz qalması güclü Əfşarlar imperiyasının süqutuna gətirib çıxarır. Əfşarlar imperiyası kifayət qədər güclü olsa da tək nəfərdən asılı idi. Nadir Şahın idarə etməsi, bacarığı, biliyindən asılı olan bir dövlət idi. Ona görə də Nadirin ölümündən sonra bu dövlət yaşamadı, təşəkkürlər. Feodal dağınıqlığı başlayır. Biz feodal dağınıqlığı dövrünü Azərbaycan tarixində 9-11-ci əsrlərdə öyrənmişik və həmin dövrdə xatırlayırsınızsa, yəqin ki, oxumusunuz bu barədə, yəni bu mövzuya baxırsınızsa, ehtimal ki, həmin hissəni oxumusunuz. Sacilər, Salarilər, Şirvanşahlar, Kərdəlilər, Rəvadilər dövlətlərindən bəhs edirdik biz həmin dövrdə. Eyni zamanda Nadir Şahın ölümündən sonra Azərbaycan tarixinin 18-ci əsrin ikinci yarısında xanlıqlar dönəmi başlayır. Müxtəlif yerlərdə müxtəlif idarə etmə formaları qurulur. Azərbaycan ərazisi parçalanır və Azərbaycan tarixinin ən uğursuz dönəmlərindən biri başlamış olur. Feodal dağınıqlığı barədə biz qeyd etdik. Digər bir məsələdən isə əlbəttə ki, feodal dağınıqlığı iqtisadi sahəyə mənfi təsir edir. İqtisadi əlaqələr zəifləyir və hakimiyyət uğrunda mübarizə başlayır. Müxtəlif bölgələrdə bayaq da qeyd etdiyim kimi xanlıq idarə etmə sistemləri qurulur. Düzdür, həmin xanlıqlardan demək Şəki xanlığı, Quba xanlığı, Urmiya və Qarabağ xanlıqları Azərbaycanı yenidən birləşdirmək uğrunda mübarizə aparırlar, amma tam olaraq buna təəssüf ki, nail ola bilmirlər.
Bir daha sonuncu mərhələdə nədən danışdıq? Hacı Çələbinin başçılığı üsyan başladı 1743-cü ildə. Səbəb Məlik Nəcəfin qəddarlığı idi. 1746-cı ildə Nadir Şahın hakimiyyətini Hacı Çələbi tanıdı. Ondan əvvəl Gələsən Görəsən qalası sığınmışdı. Bunu da qeyd edirik. 47-ci ildə, 1747-ci ildə, 19-cu ildə Nadir Şah demək sui-qəsdə məruz qaldı. Və Nadir Şahın sui-qəsdə məruz qalmasından sonra feodal dağılığı başladı. İqtisadi əlaqələr zəiflədi, hakimiyyət uğrunda mübarizə getdi və Azərbaycan ərazisi parçalanır. Feodal siyasi və eyni zamanda ictimai olaraq, ictimai halda feodal dağılığı baş verir. Geri gəlmişən 40-cı illərdə, 1740-cı ildə Dərbənd, Çar, Qarabağ, İrəvan ərazisində də üsyanlar baş vermişdir. Ümumilikdə ümid edirəm mövzu sizin üçün aydındır. Çox maraqlı mövzudur. Çətin deyil deyə düşünürəm. Amma bu mövzu yəqin ki, siz də fərqinə vardınız ki, mənim əvvəldə də qeyd edədiyim kimi, əvvəlki hissə və sonraki hissə dövrü üçün bir növ açar rolundadır. Bilməyimiz vacibdir. Son düşmə ehtimalı kifayət qədər çoxdur. Nadir Şah ümumiyyətlə Şərqin sonuncu Fatihə adlandırılır geri gəlmişən. Yəni çox önəmli siyasi bir figurdur. Nadir Şahın özündən, ümumiyyətlə Şahlar dövlətindən kifayət qədər ehtimal var ki, sual ola bilər. Onu da qeyd edək. Nədən danışdıq? Yekun olaraq Muğam Qurultayının qərarlarından mərkəzləşmiş dövlət yaratmaq istiqamətində olan islahatlardan danışdıq. Nadir Şahın hərbi islahatından danışdıq. Nadirə qarşı olan ilk üsyanlardan danışdıq. San Mirzələrin üsyanlarından danışdıq. Eyni zamanda hərbi islahatı qeyd etdim, gərək ki, bəli qeyd etdim. Və son olaraq Şəki üsyanı Hacı Çələbinin başçılığı ilə və dövlətin süqutundan danışdıq. Bugünlük bu qədər. Növbəti dərslərdə hansı mövzunun izahını daha çox uyğun görürsünüzsə, rəylərdə yaza bilərsiniz ki, həmin mövzulara biz də müraciət